Bax, burada deyil uzunluğu 40 olan düz xət parçası hər hansısa düz xətlə 60 dərəcə bucaq əmələ gətirir. Bir dənə düz xət parçası var, uzunluğu 40-dır. Hansısa düz xətlə 60 dərəcə bucaq əmələ gətirir. 60 dərəcə bucaq əmələ gətirir. Və deyir ki, bu parçanın həmin düz xətt üzərindəki proyeksiyası. Proyeksiya deyəndə buradakı kölgəni nəzərdə tutur. Düzmü? Bu düz xəttin uzunluğu 40-dır. Ora 60, bura 90-dırsa, bura 30-dur. 30-un qarşısı da 20 olur. Aydındır. Bu uzunluğu 40 olan bizim parçamızdır. Bu obisi düz xətlə 60 dərəcə əmələ gətirir. Bura 90, bura 30-sa, obisi 20 qalır. Aydındır. Bu getdi. Bir dəqiqə. Burada bu asanda oxşuyur. 30, 60, 90-dır da. Düzmü? Biraz şəkilləri böyüdüm. Çox balaca görsən. Burada deməli 60, 30, bu da 90 dərəcə. A-nı verib 12. 30-un qabağı 12-dirsə, bura 24-dür. Burada 12 kökdə 3-dür. 30 dərəcə bucaq qarşısındakı katetin hipotenuzun yarısı idi. 60-ın qarşısındakı katet isə digər katetin kökdürsə hasili idi. Düz oldu? Bəli. Neysə, başa düşməyəndə soruşun. Bunlar sadədir. Uzunluğu aya bərabər olan düz xət parçasının uc nöqtələri paralel düz xətlər üzərindədir. Paralel 2 dənə düz xət çəkək. Uzunluğu aya bərabər olan bir dənə parça çəkək. Baxın. Bu da uzunluğu A olan bir parça. Və onlarla 60 dərəcə bucaq əmələ gətirir. Paralel düz xətə arasında məsafə. Məsafə nədir? Bu da hündürlük. Bu 60, bu 90-dırsa bura nə qalır? 30. 30-un qarşısındakı katet hipotenuzun yarısı, yəni A böl 2. 60-ın qarşısındakı katet isə digər katetin kökdürsə hasili. Belə bir şey olur. Bitdi. Aydındır mı? Üçbucağın bucaqları 1-2-3 nisbətindədirsə, deməli 30, 60, 90-dır da. O da belə də, yəni 1K, 2K, 3K, hamısı bir yerdə olur. 180 dərəcə. 6K olur 180, K da olur 30. K 30-sa, deməli 30, 60, 90 olur. İndi bura 30, bura 60-dırsa, indi nə edək biz? X, 2X və X kökdür 3 olur da, düzü. 30-un qarşısı hipotenuzun yarısı və 60-ın qarşısı digər katetin kökdür hasili. Deyir, kiçik tərəfi ilə böyük tərəfin, yəni X ilə 2X-in cəmi 7/2-dir. O zaman 3X-imiz olur 7/2, X-imiz olur nə? 2.4. Böyük tərəf tap 4/8. Aydındır. Problem yoxdur. Baxaq 5-ə. Məsələyə hansı tərəfdən baxaq? Deməli, birincisi, bərabəryanlı üçbucaqda oturacağa indirilmiş hündürlük həm də nədir? Mediandır da, bərabəryanlı olduğu üçün. Median nəyə bərabər idi? Bəli. Hipotenuzun yarısına. Yəni, oturacaq 8 isə, ona endirilmiş hündürlük və ya da median deyək də, bu bərabəryanlıdır onsuz da. Bunun yarısı olur. Yəni, cavab olur 4. Oldu? Düzbucaqlı üçbucaqda hipotenuza çəkilmiş median hipotenuzun yarısıdır. İndi biz onu median kimi qəbul elədik. Əslində, orada hündürlük deyir. Bərabəryanlı olduğu üçün həm hündürlük, həm də tən bölən, həm də median qəbul eləyə bilərik. 6 bunun eynisi 12 alınır cavab. Buna baxaq. Görürsən. Bax burada.
Burada gəl bura bir dənə y ataq. 1-in kvadratı üstə gəl y-in kvadratı bərabərdir x-in kvadratı olur. Düzdürmü? Bir də başqa bir tərəfdən yanaşaq. Bax, 2-nin kvadratı bu böyükdən götürək. 2-nin kvadratı üstə gəl y-in kvadratı bərabərdir 3-ün kvadratına, yəni 3-ün kvadratı yazaq. Oldu belə. İndi y kvadratı bərabər nəyə? Bu 4, bu da 9. 9-dan 4 çıxdı 5. Düzdür? 1-in kvadratının üstə 5 yanında olur 6. X-imiz nə qalır? Kök altı 6. Buradan aldığımı böyükdən. Sonra yerinə qoyuram, cavab çıxır. Problem yoxdur? Düzbucaqlı üçbucaqda epitonuzda çəkilən medianla epitonuzun cəmi 39/2-dir. Bayaq biz nə dedik? Dedik ki, medianla epitonuzu, yəni belə deyək də, median epitonuzun yarısıdır. Ona görə medianı x götür, epitonuzu 2x. Bir yerdə 39/2 qalırsa, 3x-imiz 39/2, x-imiz 13/2 alınır. Amma biz orada dedik ki, epitonuz 2x idi də, medianın 2 qatı. Onda 2x olur 26/2. Düzdürmü? Belə. Bu boyda mövzunu izah edib, orada Pifagor teoremini deməsək, ayıb düşər. Katet 12, 16. 20. Deməli, x-in kvadratı bərabərdir. 12-nin kvadratı üstə gəl 16-nın kvadratı. 144 ilə 256 toplayanda 400. Nəyin kvadratı 400-dür? 20-nin. Bura 20-dirsə, median da epitonuzun yarısı olduğu üçün 10 düşür. Oldu? Belə. 14, 15 bunlar asandır. Gəl proyeksiyalara baxaq. Düzbucaqlı üçbucağın katetlərinin, bax bir dənə düzbucaqlı üçbucaq çəkirik. Bunların katetlərinin hipotenuz üzərindəki proyeksiyası. Bax, yandakı katet, bu yandakı katetin proyeksiyası bura düşür. Bu yandakı katetin də proyeksiyası bu yana düşür. Kölgəsi də deyək. Uzunluğu 24 və 54-dür. Bura 24, burada 54-dür. Hündürlüyü soruşur. Biz demişdik ki, h kvadratı mn-ə bərabərdir. Yəni, h kvadratı 24 vur 54 olur. Elədir mi? Bunu belə yazaq. 4 vur 6, 24-ün yerinə. 54-ün yerinə 6 vur 9 yazaq. H, indi orada 4 vur 9, 36-dır. 6 vur 6 da, yenə 36-dır. H nə qalır? Aydındır. Kvadratı 36-ın kvadratı olduğu üçün özü də 36 olur. Belə. Aydın oldu. Əsas burada yadınızda saxlayın. H kvadratı mn düsturı. Eyni suallardan nə qədər yazıblar ayollar. Düzbucaqlı üçbucağın iti bucaq təpəsindən çəkilən tənbölən. Bir də yazım görüm burada nə deyir bizə. Bir dənə düzbucaqlı üçbucaq çəkdik. İti bucaq təpəsindən çəkilən tənbölən. Baxın bura. Qarşı tərəflə 70 dərəcə əmələ gətirir. Bu tənbölən olduğu üçün, misal üçün bax, 70, 90, bura 20 qalmır. Tənbölən olduğu üçün burada 20 qalır. Üçbucağın böyük iti bucağını tap. Bu iti bucaq 40-dırsa, bura 90, bura nə qalır? 50 qalır ki, 180 olsun da. 90, 40, qalır. Böyük iti bucağımız 50. Bu qədər. Silin. Keçək bura. Düzbucaqlı və üçbucaqda epitonuzda çəkilmiş hündürlük 1, katetlərdən biri 2-dir. Katetlərdən biri 2-dir.
İti bucaqları tapın. Bura 30'dur. Çünki 30'un qarşısındakı katet hipotenuzun yarısıdır. 30, 90, 60. Oldu. Bu suallar təzə gəlib. Düz çətin deyil, amma təzə suallardır. Bayaq buna aid yazsın. Baxmıram. Buna baxmıram. Gəl buna baxaq. Hə. Düz bucaqlı üç bucağın iti bucağı 75 dərəcəyə bərabərdir. İti bucağı 75 dərəcədir. Bu düz bucaq təpəsindən çəkilmiş hündürlük və median arasında qalan bucaq. Mən belə deyim dəsə. Tutaq ki, iti bucağın biri 75-dirsə, digəri 15-dir. Bunu belə yadınızda saxlayın. Median və hündürlük sözü deyəndə iti bucaqları çıxırsan, cavab 60 alınır. Əgər desə medianla tən bölən və ya da hündürlüklə tən bölən, çıxandan sonra 2-yə bölürük. Qutarır gedir. Aydındırmı? Belə, yəni misal üçün, rəsmi qayda ilə yazmaq istəsəz, hündürlük bu, median bu da, düzdürmü? Burada söhbət necə yaranır, onu sizə söyləyeyim. Bax, bura 75-dir, tutaq ki. Bu 90, bura 15 qalır. 75 yuxarı 90, burada nə qalır? 15 qalır. Düzdürmü? İndi sən baxırsan ki, median hipotenuzun yarısı deyil idi. Yəni, misal üçün, bura x-dirsə, bura 2x düşür də, x bura, x bura. Median hipotenuzun yarısıdır ona görə. Bu da bərabər yanlı olduğu üçün 15-ə baxan x-dirsə, yenə bura 15 qalmalı ki, x-ə baxsın. Bərabər yanlıdır da, oturacaq kiçik bucaqlar eyni olmalıdır. 15, 15, 30, bura nə qalır? 60 qarşı 90-a tamamlasın. Şimdi çatdı. Amma yenə deyirəm, qaydanı bilsəz bir dəfəlik daha yaxşı olar. Medianla tən bölən, yox, medianla hündürlük arasında qalan bucaq iti bucaqların fərqidir. Tən bölən sözünü gördüsə, çıxıb yarıya bölün. Katetlər 9 və 12-dir. A katetinin hipotenuz üzərindəki proyeksiyası. A kateti buradan. Hipotenuz üzərindəki proyeksiyası deyəndə bu kölgəni nəzərdə tutur. Bilirsiniz. İndi biz nə edərik? Bax, birincisi 9, 12 Pifagora görə bu olacaq 9-un kvadratı üstə gəl 12-nin kvadratı. Nə qədər verir? 81, 144, 225, oradan da 15 çıxır 225-dən. Düzdürmü? İndi hündürlük düsturumuz nədir bizim? Hündürlük A vur B böl C. Yəni katetə vurursan, 9, 12-yə vurursan, bölürsən hipotenuza. Belədir də. 3-ə böldün 3, 3-ə böldün 5. 36-ını da böləndə 5-ə 7.2 alınır. Biz tapdıq buradakı hündürlüyü. İndi Pifagor yenə bu ikisi arasında Pifagor eləsək, buraya yazıram tutaq ki T. T'nin kvadratı üstə gəl 7 onda 2-nin kvadratı 9-un kvadratını verir. Yəni T kvadrat bərabər 9-un kvadratı çıxaq 7.2-nin kvadratı. Bunu bir dəfə plus, bir dəfə minus eləsək, 9-dan 7 ondakı çıxanda 1 onda 8, 9-un üstə 7 ondakı gələndə 16.2 alınırmı? Belə vurub da hesablaya bilərsiniz. Burası mən indi belə yazacağım. 162 yazacağım. Misal üçün 2 vur 81 böl 10. Düzdürmü? Aşağı 100 olur. Yuxarı da 18-i 2'ye vuranda 36 vur 81. T kvadratı budursa T nə olur? Kök alta salasan. 6 vur 9 böl 10. Yəni 36 6'nın bu 9'un bu da 10'un kvadratı. 5.4. Aydındır. İndi rahat olacaqsa siz başqa cür hesablayın. Fərqi yoxdur. Kalkulator imtihanda versələr rahat olar. Bəli. Silək. Bu heç, bu heç. Bu nədir? Gəl buna baxaq.
Deyir ki, ABC üçbucağında AB ilə BC bərabərdir. Aha. AB ilə BC bərabərdir. AB ilə BC, hə. Bizə deyir ki, D nöqtəsi AB və Y nöqtəsi BC üzərindədir. Y'də də AB perpendikulyardır. D nöqtəsi AB D nöqtəsi AB düz yazdım uşaqlar. Hə. Y nöqtəsi BC üzərindədir və Y'də AB-yə perpendikulyardır deyə mən oranı biraz belə çəkdim. Əyri çəkdim ki, perpendikulyar olsun, 90 yaransın. AD ilə DB bərabərdir. Perimetr AES 32-dir. Uzana deyirlər. AC 14-dür. BC-ni soruşur bizdən. Bax, indi belə bir iş görəcək. Birincisi, bura x-dir, bura x-dir. Burada nə olur uşaqlar? 2x olur. Düzdürmü? Bir də mən nə deyəcəydim yadımdan çıxdı. Bir dəqiqə. Hə. Bura bərabər yanlıdır. Nəyə görə? Bax, bu hündürlüyü görürsünüz Y-dəni. Fikir ver bura. Bu hündürlüyü həm də buranı yarıya bölüb. Deməli, bu bərabər yanlıdır. Yəni, misal üçün, bura y-dirsə, burada y-dir. Bildiniz niyəsini? Bir daha deyirəm, bura hündürlükdür, həm də buranı yarıya bölüb. Həm hündürlüyə mediansa, deməli, bu bərabər yanlıdır. Ona görə bura y-dirsə, bura da y-dir. Onda bura nə qalır? Bura qalır 2x çıxar y. 2x-sən, y-i çıxdın, bura qalır da. Biz perimetr AES-ni 32 bilirik. Perimetr AES-nin içində nə var? Bir dənə y var, bir dənə 14 var, bir dənə də 2x çıxar y var. Bu bərabərdir 32-yə. Y-lər getdi cora. 2x bərabər 18, x bərabər 9 qalır. Belə. BC haradır? BC, hə, 2x-i, o da 18. Belə. Şimdi zaten biraz uzun gedir, amma gedir. Cəmi. Məncə 31 asandır məncə. Nəyə görə? Çünki bir bucağı 60-sa, onsuz o birisi 30 qalır. Artıq 30-60 dərəcə ilə nəsə eləyə bilərsiniz. Hə. Yəni biri x, biri 2x, cəmi 27. Buna baxmaq istəmirəm. Yəni 34-ə baxaq. Bura bir də y yapışdıraq. Onun kvadratından 6/2-nin kvadratını çıxsaq, y kvadratını almalıyıq. 100-dən 36 vur 2 çıxsaq, yəni 28 qara. Kök altı 28. İndi 2/2-nin kvadratı nə olur? 8. Bunda kvadratı 28. Topladın 36 elədi. 36-dan kökdən 6 çıxır. Oldu. Bunun eyni suallardır. Eynidir. Yəni cəmaət videoya baxır deyir şeydə. Ev tapşırığını köçürdüm edeyim. Bu videolar köçürmək üçün deyil. Açır baxır görür, 3 dənə sual bir yana keçirik. Oturacağı 36-dır, bərabər yanlı üçbucağın təpə bucağı 90-dır. Yan tərəfini tap. Oturacağı 36-dır, gəl bir dənə belə bir şey deyək. Bərabər yanlı olduğu üçün hündürlük 80 məmdə median olacaq. Bura nə olar? 18, 18. Düz dedim.
Bərabər yanlı olduğu üçün bu həm də nə olacaq? Tən bölən. Yəni hündürlüyü həm median da, həm də tən böləndir. Bura nə olacaq? 45, 45. 45, 90. Burada nə qalır? 45 və 45. 45-ə baxan 18 isə, bu 45-ə də baxan 18-dir. 18, 18, bura nə olur? 18 çöhtə 2. Nətər idi? 45 dərəcə uzaq olanda A çöhtə 2 olur da, düzümü? Bunu yazın bura. A, bir dənə də A çöhtə 2. Oldu. Belə. Ona görə 18, 18, 18 çöhtə 2 olur. 39-u bir dənə bir nəfəsə tapın görək. Deməli, h kvadratı mn idi. 8-in kvadratı 16 vur x idi. 64-ü da 16-ya böləndə 4 qalır. Şimdi satı h kvadratı mn yaddan çıxmasın. Bayaq dedim deyə sonra aid nəsə. Düzbucaqlı ABC üst bucağında S düz bucaq təpəsindən S-də hündürlüyü çəkilib. Bir də DM. Bu hündürlükdür. Gəldən bunu qeyd edək. DM AC-yə perpendikulyardır. Bu da bura perpendikulyardır. DN 2-dir və DM 2-dir, DN 4. AC katetini tapın. Bura 4 isə, avtomatik bura 4 olur. Onda bura nə olur? X. Düzümü? Bilmirik də nədir. Amma bilirik ki, 2-nin kvadratı 4 vur x olur. Yəni, bəli, 1 olur. Nəyə görə? H kvadratı m vur n. Bayaq dedim də, h kvadratı m vur n. Düzüm? X 1 isə, deməli, nə baş verir? Bura qaldı 1. Bura 2 isə, burada nə olur? 2. Seni soruşdu 5. Hə, 5. Birdən tutaşı oranı soruşdu. 4-ün kvadratı 2 vur, neçə olar? 16-nı 2-yə böləndə 8. 4-ün kvadratı 2 vur y olur. Bildiniz uşaqlar. İti bucaqların nisbəti. İti bucaqların cəmi nə olur? 90 olur da. Çünki bir dənə 90'ımız var. 2 dənə iti. Onlara 90 qalmalı da. 5K, 4K. Cəmi 90 sonunda bura 40 qalır. Burada 50. Bayaq nə dedik? Dedik median öndürüyü arasında qalanda çıxırıq sadəcə. Bəli. Aydındır. Medianla tənbələn olanda bölürsən 2-yə. Bəli. %90, burada 90, bura alfa, bura beta, təzən izah edirəm, diqqətən. Alfa, beta, bura ikisi 90'dır deyə, buranın da 90 olması üçün beta qalır, bura betadırsa, burada alfa qalır, belə. İndi, deməli, bax, böyük bucaqda, böyük bucaq dedim, biraz əyrim-ürümsək, belə bir şey. Böyük bucaqda alfanın qabağı dedik ki, nədir? Bir dəqiqə, o tərəfləri yazmamışam. Bura 5'dir, bura 2'dir, hə? Böyük bucaqda alfanın qabağı 2, kiçik üç bucaqda alfanın qabağı soldakından söhbət gedir, S'dir. Böyük bucaqda betanın qabağı 5, tərsiyə düşüb yalnız, 5, kiçik üç bucaqda, yəni bu soldakında da, ASD-də də, betanın qabağı AD, düzüm? Böyük bucaqda 90'ın qabağı bura, yəni AD ilə BD-nin cəmi, kiçik üç bucaqda 90'ın qabağı 5.
Belə. Deməli, bax, CD-ni mən burada ürəyim istəsə 2x yazaram. AD-ni də yazaram 5x. Olar belə. CD-yə yazar 2x, AD-yə yazar 5x. Olar belə. Burada da, burada tutaq ki, y-dir. 2x-in kvadratı, h kvadratı mn deyildi. Hündürlüyün kvadratı bərabərdir 5x vur y. 4x kvadratı bərabər 5x vur y. X-lərin biri getdi, y-imiz qaldı 4x bölək 5. Bizdən B-də böl AD-ni soruşur. B-də nədir? B-də y-dir, yəni 4x böl 5. AD-də nədir? 5x, x-lər getdi. 5-də 4-ü 5-ə böləndə 25-də 4 alınır. Bu qədər. Keçək bu birisinə. Bayaq buna aid yazıq, hə? Tam bölən 70 dərəcə bucağı altında kəsişir. Bunlara aid baxmışıq, vaxtımızı itirməyək. 49-a baxaq. Hə, deməli, AC-ni 10 verib, DAC-ni 60 verib, onda bura heç, bura 90-dır, qonşusu. Bura 30-dur. Bizə deyir ki, sonra nə deyir? B-dən tap deyir, başqa da heç nə demir. 30-un qarşısındakı katet hipotenuzun yarısıdır, bura 5 düşür. Bura neçə düşür? 5 götür, 60-ın qarşısıdır. Hə. H kvadratı hemen deyil. 5 kötü 3'ün kvadratı olur 75. Yəni 5'in kvadratı 25. Kötü 3'ün kvadratı 3. Bərabər 5 vur x'e. X nə olur? 15. Aydındır uşaqlar. Bəli. 51'ə baxaq. S'de 2 AB'dir. X bura. 2x bura olur. X bura. B'si 9'dur. Buradan bir tane uzattım. Biraz səlgəsi oldu ama neyse başa düşərsiniz. Oraya x ise burada x'i. Düzümü? AD'ni ümumiyyətlə verib 15. BS'ni də verib nesə 9. BS 9'sa məntiqlə bu yanda 9 düşmür. Eyni hündürlükdür də. Buranı da verib opsiyasına nə qədər? 15. Pifagora görə 15'in kvadratı 225. Bu da 81. 225'dən 81 çıxanda 144 olur. Bura nə qədər? 12. 3x 12 isə x'ə 4'dür. S'də nə olur onda? 8. Aydın oldu. ABC üst bucağında A-nı 30 verilib. Deməli, bura 30. Sonra MY nöqtələri orta nöqtələrdir. MYN 90'dır. Aha, verilib. MN BC 12'dir. Hə, bizə deyir ki, A-səni tap. Belə deyim də, bura 30'dur. Səni 90 vermişdi, yoxsa verməmişdi? Bir dənə şərtlərə baxım. 30 verilib, 90 bura verilib. Əslində necə olmalıdır? Yəni bax, 30, 90, 60, bu 90 ilə bu 90 eyni, bu 30 ilə bu 30 eyni, bu 60 ilə bu 60 eyni. Nəyə görə? Çünki orta xəttlər, orta nöqtələr birləşir, orta xətt əmələ gətirir. Orta xəttlər paralel olduğu tərəfin yarısıydı. Deməli, bunlar bir-birlərinə paraleldir. Paralel olduğu üçün də paraleloqram yaranır. Yəni, bu 30-sa, misal üçün, bu da 30 düşür. Bildiniz nə demək istəyirəm? Bu 60-sa, burada 60 düşür. Bildiniz? Və yaxud da buradakı düz uzaqda, burada 90-sa, burada 90 düşür. Bildiniz? Hamısı bir-birinə paralel olduğu üçün eyni olurlar. Bucaqlar. İndi bizə nə deyir? Bax, burada 30'un qabağı x-dir. Bura x köhtə 3'dür. Burada 2x-dir.
Bura x ise bura 2x-dir. Bura x götür 3 ise bura 2 dənə x götür 3'dür. Bura 2x ise bura 4x-dir. Mn ilə b'si 12'dir. Mn nədir? 2x. B'si nədir? O da 2x. Bir yerdə 12 ise 4x olur 12. X nə düşür? 3. Şimdi bizə nə deyir? Deyir AC-ni tap. Düzü? AC-ni tapmaq üçün də AC 2x götür 3'də 2 vur 3 götür 3. Nə qədər olur? 6 götür 3. Aydın da. Bayaqçı sualdan da. O rahat sual var idi. 56'ya baxaq. Nəsə bu da asan görsəniz. 60'dır. Hə, tənbülən olduğu üçün bu 30-30 qalır. Düzdürmü? D'ni 5 kökdə 3 bölü 3 verib. 5 kök altda 3 bölü 3 verib. İndi belə bir şey deyək. 30, bura 60 qalır. 60'ın qarşısı bunun kökdüsü hasilir deyə 5 kökdüsü kökdüsü vuranda 15 eləyir. Kökdüsü kökdüsü 3 eləyir. 3'ü 5'e 15. 15 3'e böləndə bura qalır 5. Düz dedim uşaqlar? Bəli. Aynən ensə bərabərdir. Onda burada nədir? 5'dir. Bir də nə deyəcəkdim burada? Yadımdan çıxdı. 60, 90 bura nə qalır? 30. 30'un qarşısı 5 ise yan tərəf nə qədərdir? 10. Eyni şey bu yanda da təkrarlanmır. Təkrarlanır. Burada 10 qalır. Deyəcəksiniz ki, müəllim, hardan bildiniz? 60 dərəcə varsa, orada medianla tənbölən söhbətində, gəl belə hətta necə göstərim sizə, Allah xoş getsin. B'de de onda 5. Necə? 10 kökdə 3 bölü Orada 2. necə? Başa düşmür. B'de de onda 10 kökdə 3 bölü B'de. Yox, məsələ bilsən nədir? Çox heç uzatmaq istəmirəm. Bu hündürlüyəm də nədir? Mediandır. Onda bu bərabər yanlıdır da. Qutardı. Belə. Sən düz deyirsən. B'də yox, düz demirsən. 10 kökdə 3 bölü 3 bölü. Yox, amma düz deyirsən. Bərabər tərəfli çıxdı deyə düz deyirsən. Bunu sənə tənbölən verib də, bilirsən necə? Yəni tənbölən verib. Tənbölənlə median kəsişəndə birinciyə nisbət yaratmır normalda. Prosta bizim indi bəxtimizdən bu bərabər tərəfli alındı deyə sən dediyin düz çıxdı. Amma bərabər yanlı olsaydı onu deyəməzdik. Mən heç tanımıyorum. Ha. Bax, DS'ni 6 verib. BS'ni 10 verib. Bura nə qalır? 8. İndi bizdən AS'ni soruşur. Birincisi, H kvadratı MN düsturuna görə 6'nın kvadratı 36 bərabər 8 vur x-i. X olur nə? 4 Lənət sağ kör şeytan. 4 onda 5. Bu da y-dir. Biz y-in kvadratını almaq üçün 4 onda 5'in kvadratı üstə gəl 6'nın kvadratını yazmalıyıq. 4 onda 5'in kvadratı, yəni 9 bölü 2'nin kvadratı edir 81 bölü 4. Bu da 36. Buranı bir dənə hesablayaq. 144'ün üstə 81 gələndə böl 4. Y onda qalır 15 böl 2, yəni 7,5. Aydındır.
Bax, burada qəşəng suallar gəlir. ABC üçbucağında B medianına perpendikulyar olan AT tənböləni onun P nöqtəsində kəsir. B medianına perpendikulyar olan ABC üçbucağında B medianını çəkim. B medianına perpendikulyar olan AT tənböləni oldu belə. AT tənböləni. A bucağı 60'dır. Bu tənbölən olduğu üçün 30-30. Bir də P-mi 8 verib. P nöqtəsində kəsir demişlər. Bura P-dir. Bu da BM medianda. İndi düzəldi. BM 8, PM 8'dir. 30'un qarşısı 8 isə bura 16'dır. Onda burada nədir? 16'dır. Sonra nə deyir bizə? Deyir BC tərəfini tapın. Biz də deyirik baş üstə. İndi uşaqlar, bir dənə burada nüans var. Nə? Bu həm tənböləndir. Buranı 30-30 bölüb. Həm də burada 90 yaradıb. Onda demək bu üçbucaq bərabər yanlıdır. Həm tənbölən, həm də hündürlük şərtini ödədiyi üçün. Bəli. Bura 16-dırsa, burada nə qalır? 16. Bərabər yanlı da median tənbölən hündürlüyəm. Belə deyək, həm də median olur da bu 8 isə, burada 8 qalır. Çünki həm tənbölən şərtini ödəyir, həm də hündürlük şərtini ödəyir. Bura qədər aydındırmı? Sonra bizə nəyi soruşur? Elə bil BC tərəfini soruşur. Gəl oranı bir dənə işləyək görək nə çıxır. Hə. Bura oldu 60 dərəcə. Düzdür uşaqlar? Burada 60 dərəcə oldu mu? Burada 60'ın qonşusu nədir? 120. 120 isə, bax, bir dənə bir şeyə fikir verin burada. Bu da bərabər yanlıdır. Bura nə qədərdir? 16. Bura nədir? 16. Onda belə qənaətə gəlir ki, burada 30-30 qalmalıdır. Eləmi? 30-30 qalandan sonra nə görsək yaxşıdır? Bura 90 imiş. Sonra başa düşürük ki biz 90 dərəcənin qabağı əgər 32-dirsə, 30'un qabağı 16, burada 16 kökdə 3 qalmalıdır 60'ın qabağı. Aydındır? Bura niyə 16'dır? Çünki bu 30-30 bölünübsə həm tənbölən, həm də nədir? Hündürlük. Həm tənbölən, həm hündürlük yansında olur. Bərabər yanlıda. Yəni bura 16'dırsa burada 16 qalır. Aydındır? Belə. 61-ci sual. Mərkəzləri düzbucaqlı üçbucağın iti bucaq təpələrində olan iki çevrənin kəsişmə nöqtələrindən biri düzbucaq təpəsindədir. Üçbucağın katetləri 15 və 20 olarsa, çevrələrin kəsişmə nöqtələri arasındakı məsafəni tapın. Mərkəzləri düzbucaqlı üçbucağın iti bucaqları təpələrində olan iki çevrənin kəsişmə nöqtələrindən biri düzbucaq təpəsidir. Ki, belə bir şey deyək. Baxın, iki dənə çevrədir. Düzümü? Burada bir dənə belə bir üçbucaq çəkirəm. Bax. Amma bir şey səhv çəkdim. Bir dəqiqə özür istəyirəm. Orada deyir ki, mərkəzləri düzbucaqlı üçbucağın iti bucaq təpələrində. Mərkəzlər deyirəm. Belə bir şey olur onda. Görün, oxşuyur indi biraz. Mərkəzləri düzbucaqlı üçbucağın iti bucaq təpələrində. Yəni, iti bucaq təpələri bunlardır. Mərkəzlər buradadır. Biraz mərkəzə oxşamır o bir tərəf. Eybi yox. Hə. İki çevrənin kəsişmə nöqtələrindən biri düzbucaq təpəsindədir. Çevrələrin kəsişmə nöqtəsindən birində buradadır.
Orada əgər ki, üçbucağın katetləri 15 və 20-dirsə, buradan bura nəyi tapırıq biz? Hündürlüyü. Hə? 15-20, bura nə qalır? 25. 225 ilə 400, 625, oradan 25 qalır. H-ı tapaq. H bərabərdir. 15 vur, 20 böl, 25. 12 alınır deyəsən. Aydındır uşaqlar. Belə. Biraz şəkli daha gözəl çəksəydim, daha yaxşı oxşayacaqdı, amma bizdən nəyə soruşur ki orada? Çevrələrin kəsişmə nöqtəsi arasında məsafə. Hə, buradan bura 12-dirsə, buradan bura da 12-dir. Biz cavabı 24 götürürük. Oldu. Bu sual 9 Mart imtahanına düşmüşdü. 9 Mart'a yox, üzr istəyirəm. 5 aprel idi uşaqların imtahanı 9-a. Hə, həmin imtahana düşmüşdü. Yox. Düz xəttdən 6 məsafədə yerləşən nöqtədən bu düz xəttə hər birinin uzunluğu 10 olan 2 mail çəkilib. Maillərin oturacaqları arasındakı məsafə. Biraz ədədlər dəyişmişdi, amma sual buydu. Əslində bu mail kimi qəbul eləməyin, o fəzadakı mail kimi götürülməsəz yaxşıdır. Daha bəsit yanaşmaq lazımdır. Bir dənə düz xəttdən 6 məsafədə yerləşən nöqtə. İndi mən sizə göstərim. Bax, bu bizim düz xəttimizdir. Bundan 6 məsafədə bir nöqtə var. Hər birinin uzunluğu 10 olan 2 dənə mail çəkilib bura. İndi oturacaqlar arasında məsafə. Bura 8, bura 8 Pifaqora görə. Oldu nə qədər? 16. Oturacağın biri budur, mailin. Bir də buradır. Bildin? Baxaq bura. Bu suallar yenə deyirəm, tanış gəlmir mənə təzə görə. Sinusun mənası ümumiyyətlə qarşı bölü epitons. Bura deyək, əslində k ilə da deyə bilərəm, amma hansısa nisbət soruşur deyə elə 5 yazsam kifayət edir. Bura 5, bura kökdə 41. 41-dən 25 çıxanda 16, 16 nə alınır buradan? 4 çıxır. Düzəlin. İndi 4-ün kvadratı üstə 5-in kvadratı hədə verir. Elə cavab budur. 3 vur A-mız 5, üstə gəl B-miz 4. 2 vur A-mız 5, çıxaq 2 vur B-miz 4. 15-in üstə 4, 19. Ondan da 8 çıxanda 2. Nə qədər olur? 9, onda 5. Hə? Bildiniz? O 67. İtibucaqlı üçbucağın iki tərəfi 26 və 30-dur. Üçüncü tərəfə çəkilmiş hündürlüyü 24-dür. Üçüncü tərəf nədir? Deməli, iki tərəfi 30 və 26-dır. 26 bura, 30 bura. Çəkilmiş hündürlükdə 24-dür. Pifaqora görə indi hesablayaq. Kvadratı 676, kvadratı 576. Çıxanda nə qədər? 100. Yəni nəyin kvadratı? 10-un. Kvadratı 900. 900-dən də 576 çıxanda 324 qalır. 18. Üçüncü tərəf oldu. 28. Aydındır. Deməli, 69-a katetləri 6 və 8-ə bərabər olan düzbucaqlı üçbucağın hipotenuzundan böyük ortaq xəttinə qədər olan məsafə. Katetləri 6 və 8. Düzbucaqlı üçbucağın hipotenuzundan böyük ortaq xəttinə qədər məsafə. İndi böyük ortaq xətti nədir?
hipotenuza paralel olan orta xətt. Düzdürmü? İndi belə deyək də, bura 4, 4 düşür, bura 3, 3 düşür. Burada nə olur? Amma bir dəqiqə, böyük orta xəttinə qədər məsafə deyir. Məsafə indiririk də. Hipotenuzdan. 3 vur 4 böl 5. Müəllim hipotenuzdan deyir. Hə, darıxmayın. 3 vur 4 böl 5 nə qədər olur? 2 onda 4. Onsuz da eyni məsafədir. Buradan bura 2 onda 4-sə, buradan bura da 2 onda 4 olur. Yəni hipotenuzdan böyük orta xəttinə qədər məsafə budur. Oldu? İnanmırsan cavaba baxsan. Arada düşdün. A nöqtəsindən D düz xəttinə qarşılıqlı perpendikulyar maillər çəkilib. Maillərin düz xətt üzərindəki proyeksiyası 8-dən 18-dir. H kvadratı mn isə 144-dən 12 çıxır. Bəli. Deyir, A nöqtəsindən bu düz xəttə qədər məsafə nədir? Elə 12-dir. Aydındır. Asandırlar. 70-cə baxaq. Bərabəryanlı üçbucaqda, ABC üçbucağında AB ilə BC bərabərdir. AB ilə AC bərabərdir. Hə. Belə çəkdim, biraz pis halında. Tangens A bucağı, yəni alfa yazaq ora biz. 4-də 3-dür, tangens B nədir? Ki, belə deyək. Misal üçün, bura alfadırsa, bura 180 çıx alfanın yarısı, burada 180 çıx alfanın yarısı düşürmü? Bərabər yanlı olduğu üçün. Bizdən elə bil ki, deyir ki, tangens alfa 4-də 3-dür. Bəs deyir, bu tangens 180 çıx alfa böl 2 nədir? Bu 180 çıx alfa böl 2 əslində nədir? 90 çıx alfa böl 2-dir. Hə? Tangens 90 çıxaq alfa böl 2. Tangens 90-da ad olur kotangens alfa böl 2. Can bala, buralar sənin işlərimdə. Trigonometriyadır. 1 bölək tangens alfa böl 2 olur bura. Düzdür? Belə deyəsən uzun gedir. Bir dənə baxım görüm başqa yolu varmı? Müəllim 3 böl 4 deyil, qarşı böl qonşu. Belə bir şey deyək. Üzr istəyirəm. Bir dənə üzr istəyirəm uşaqlar. Bir dənə bura baxın, xahiş edirəm. Belə bir şey deyək. Buranı 90 qoyaq. Tangensin mənası qarşı böl qonşu olduğu üçün bura 3 yazaq, bura 4 yazaq. Düzdürmü? Misal üçün, bura mən x yazsam, burada 4 plus x düşürmü? Yox, ora 5-dir, onsuz. Biabır oldum. 3, 4, bura 5. Onda bura 4 ise bura nə qalır? 1. Tangens betanı soruşur. Qarşı böl qonşu. 3 böl 1, 3. Qarşı katet böl qonşu katet. 3 böl 1, 3. Belə. Hə. Mən, yəni obsi yolla da yazsaq yenə cavab düz çıxacaqdı. Burası belə uzun gedir biraz. Hə. Yaradıcı olmaq lazımdır. Burada bucağı soruşur, hə? Şəkillər böyükdür. Deyir ki, SD 2 AB'dir. X və 2x ora bura.
BCD 20 dərəcə. Bura. Bura avtomatik 70. Bizə nəyi soruşur? BAD-ni. Buranı soruşur uşaqlar. Yəni biz nə etməliyik? Birincisi, mənim öz fikrimcə buranı tutaq ki, mən ortadan böldüm. Burada median həm də nə idi? Hipotenuzun yarısı idi də. Qolumdaydı. Hə. Yadımdan çıxdı, nə deyirdim? Bura x, bura x düşmür. Median çəkdim. Onda median hipotenuzun yarısı burada x düşmür. Aha. Bura 20 dərəcədirsə, burada 20-dir. Ona bura nə qalır? 40. Yəni bura 140, burada 40. Düzdür? Fikir ver, bununla bu da eyni olduğu üçün. Bura 40-sa, bu yanda 40 düşür. Aydın oldu. Bərabər yanında x-lər yarandı. Baxın, görün. Maraqlı sual. Bunlar eyni suallardır. Ha, buna baxaq. AC 12-dir. Nə verib başqa? YB-ni verib 8. CD-ni soruşur. CD ilə D-yə bərabərdir. Bizə nə deyir burada? D-yə AB-yə perpendikulyardır. Qalanda ciddi bir söhbət yoxdur. Mənim fikrimcə bu fiqurlar oxşardılar. Baxa, bura 90-dır, ora 90-dır. Eyni təni. Məncə eynidirlər, hə, amma hədəfsə də bunlar oxşardılar. Çünki eyni bucaq və bitişik tərəf var. Onda məcburan bunlar eyni olacaq. Burası bir dənə baxım görüm nəyə soruşur? CD-ni soruşur, hə? Hə. Başqa şərt verin. Hə. Alfa, beta, beta. İndi burada betanın qabağı 12, betanın qabağı burada nə düşür? 12 düşür. Bu 8 ilə nə əlaqəsi var bunun? Bir dənə bax. Hı? Hə. Burada bura ümumi baxanda 20. 20-nin kvadratı 400. 400-dən 144 çıxdım. 256. O da nə alınır? 16 qara. Bura qədər hər şey gözəl. Başqa nə edə bilərik? Hara? Bu yan. Bu tərəf bundan eyni. Bu tərəf ikisində də ortaqdır da. Düzdürmü? Həm bunun, həm də onun. Həm də iki dənə bucaq eyni. Yəni, onda belə deyək də, tərəflər və bucaqlar eynidirsə, bunlar oxşardılar da. Oxşar da yox, bunlar tam eynidirlər. Başqa nə edə bilərik? Bir dənə oranda fikirləşək. Gəl, belə bir şey deyək. Bəlkə də yanılıram. Baxaq bura. Bura x-sə, burada x deyil, uşaqlar. Bu 16-dırsa, bura 16 çıx x düşür. Hə. X-in kvadratı üstə gəl 8-in kvadratı. 16 çıx x-in matematik kvadratını verir. X kvadratı üstə gəl 64 bərabərdir. 256 çıxaq 32x üstə gəl x kvadratı. Ha, getdi. 32x-imiz olur. Nə qədər? 320. 320 olmur. X-də 10 düşür də. Hə, da çıxırıq da, deyirəm mən də. Rəvan. Burada nə qədər qaldı? 192. Bu da 6 dəfə. 6. Hədə mən bu üst tərəf tapmışdım. X oldu 6. Belə. Oldu. Oxşarla tapmaq olardı. Nəysə də tapdıq da, getdi. Bunlar asandılar. Baxmayaq deyirəm, amma baxaq bilən bura.
C-də kökdə 12-dir. Bir dənəsini deyim, heç olmasa ürəyim soysun. B-də də 4-dür. Kökdə 12-nin kvadratı 12. 4-ü nəyə vursan 12 alarsan? 3-ə. Şöyle buradan AD 3. Y bəndi 1'ə getdi. C bəndi AB 7. Hə, o da gedir. 1'ə getdi, C-nə Y. Qalanlarını inşallah özünüz taparsınız. Asan sualı. Hə, uşaq suallardır, buna baxmıram. Hə, ətraflıya baxırıq, hə. Babıram. Hə. Bir-birinə paralel olan A və B avtomagistralları arasında uzunluğu 5 olan CD velosiped yolu mövcuddur. CD 5'dir. Qulaq bizə nə deyir? Deyir ki, avtomagistrallar arasında məsafə 6-dır. Aha. Onda belə deyək də, 6-dırsa hansı avtomagistrallar deyir? A ilə B arasındadır da. Hə, A və B avtomagistral. A ilə B arasında məsafə əgər 6-dırsa, 3 bura yazırıq, düzümü? Bir dənə də 3 bura yazaq. Buranı da artıraq, bir dənə də 3 bura yazaq. Məsafələr eyni olmaqla demişdik də. Bura nə qədər oldu? 12. 5, 13. Buradan buranı birləşdirək. Bu 5-dirsə, bu aşağıda 5'dir. O 5 oxşamadır. Burada 5'dir. 12, 5. Bura nə olur Pifagora görə? 13. 12'nin kvadratı 144. 5'in kvadratı 25, 13. Bir də də. Bu eyni də. Buna bax. 5 bura. 5 bura. Eyni parça deyil. Hə. Oldu mu? Burada cavab nədir? 86. Baxan kimi tapdım mən. 15. Qutardı. KB bura, bu da bura. H soruşur da. H kvadratı 5 vur 45. 225'dən 15 çıxır. 15'dir. 15, bilmiyorum. Oldu. Uşaq əyləncə mərkəzində sürət qatarının relsi ABC üçbucağı üzərində qurulub. Deyir ki, B90-dır. Bunlar perpendikulardır. AN 30 verib. NC-ni 10 verib. BK dayağının uzunluğunu tapın. İndi belə eləyək. B 90 idi. Sonra nə verib? B-im ilə MC bərabərdir. Əgər bunlar bərabərdirsə, buradakı hissələr də nə olur? Bərabər olur, oxşarlığa görə. Onda bura 10-dursa, burada 10 düşür. Bura nə qalır? 20 qalır. İndi bir dənə də söhbət edək. Düzbucaqda, üçbucaqda bura görsən 20-20 bölünüb. Demək bu nədir? Median. Median nədir? Pitonzun? Yəni 40-ın yarısı 20. Ümumi pitonuz, yəni AC 40-dır. 40-ın da yarısı 20 düşür. Düzdür uşaqlar? Baxa bura. AB kök altı 6'dır. CD 2 kök altı 6'dır. Orada 2 kökdə 6'dırsa, burada 2 kök altı 6'dır. BS 3 kökdə 3'dür. Onda aşağıda 3 kökdə 3 olur uşaqlar. Aynən D arasında məsafəni də tapmaq üçün Pifagor əmrindən istifadə edirik. Düzdür. 3 kökdə 6'nın kvadratı üstə gəlinsin. 3 kökdə 3'ün kvadratı bərabərdir AD-nin kvadratı.
9 vur 6, 54. 27 oldu 81. Onda Adəmiz nədir? 9. Denən. 3 köhtə 6 buradan bura qədər. Bu da 3 köhtə 3. Pifagora görə tapdıq. Hə? Asan. Deyir ki, qoy bir dənə buranı kəsim götürüm. Hə, bizə nə deyir? Deyir, AB taxta parçasının B ucu birinci şəkildə 6-cı blokun, ikinci şəkildə isə 5-ci blokun ucu nöqtəsinə qoyulub. Bloklar düz uzaqlı paralel şəklində olub, hündürlükləri 3-dür. Onda buranın hündürlüyü 3-dürsə uşaqlar, bura 6 vur 3, 18 olur, buranı bildik. Burada olur 15, buranı da bildik. Sonra nə deyir bizə? Deyir ki, ikinci şəkildə A nöqtəsi birinci şəkildəkinə nisbətən divara 3 yaxındır. Divara 3 yaxındırsa, deməli buranın uzunluğu 3 daha çoxdur. Divara yaxın olması üçün uzunluğu çox olmalı ki, yaxınlaşsın da. Bildiniz? Bu bundan 3 yaxındır, deməli uzundur ki, yaxın olub. Amma əslində ikisi də eyni taxta parçasına söykənibdir. Yəni, belə götürəndə soldakınla, AB-nin kvadratı mən ürəyim istəsə, x-in kvadratı plus 18-in kvadratı da yaza bilərəm. Ürəyim istəsə, x plus 3-ün kvadratı 15-in kvadratı da yaza bilərəm. X kvadratı plus 324 bərabərdir. X kvadratı üstəgəl 6, x üstəgəl 9, üstəgəl 225. Bunlar getdi. 234 çıxsaq, 190 alınır. 90 alınır. 96 x isə x. İndi deyən, hələ AB-ni soruşur. İndi AB-nin kvadratı bərabər 15-in kvadratı 225 üstə gəl. Buradan nəsə yaxşı şey çıxan oxşamır. Cavab onda irrasional da. Sən oradan bilirsən. Beyində hesabladın. Deyən görək. 9 kökdə 61. 61 vur 9 yazsaq. Yox, 3 kök. 3 kökdə 61. Düzə? Məsələn, bax beyində hesablayır. Kökdə 6 yazmır. 1 düşür. Hə. Belə, aydın da. Onsuz onun olmağı biraz tibbi cəhətdən mümkün deyil. Çünki 15-in kvadratı plus 18-in kvadratı, 15-in kvadratı plus 18-in kvadratı. Hara fırlasan gəlib böyük cavab çıxır da, deyəsən. Məncə çapda səhvlik var. Hansı da? 3 kök 6, 6. Mənim üçün sözdə 6 olası deyil. İndi sizlə bir dənə də söhbət edeyim. Dəli olasınız deyən. 3 kökdə 6 nədir? Kök 6. Hətta 6, 7. Kök 6 54. Nətər hipotenuz gəlir? Daha balaca çıxır. Öyle şey oldu. Buradan demə səslənirəm. Xahiş edirəm, məni işə götürün. Bütün suallarınızı. İnsandırlar da, indi səhvlik eləyə bilər. Ya, son sual uşaqlar deyəsən. Hə, deməli, AB-ni 20 verib, AD-ni 16 verib, nəyəsə verib də bunları. Bizə deyib, BC-ni tap. Biz birincisi, buradan bir dənə hündürü endiririk və nə görsək yaxşıdır. Buradan median hipotenuzun yarısı olubsa, deməli bu düz uzaqlı olub. 20, 16, 400-dən 256 çıxanda 144 qalır. O da 12, 5, 144-ün isə 25, 169-dan 13 çıxır. Cavabımız da budur. Aydındır uşaqlar.